uşaqlar. Götürün, götürün. Yaxşı, bax. Uşaqlar, ona bax. Bura qoy, bura. Ya ora bax. Hə, uşaqlar, xalatım xoşunuza gəlir. Belə xalat mən muzeydə görmüşəm. Səhv eləyirsən, bu cür xalat bütün dünyada tapılmaz. Bu lap qəşəng xalatdır. Gözgü, yox ol! Axı bu xalatda nə var ki? O, əgər bilsəydin bu xalatda necə sehirli qüvvə var. Sehirli qüvvə? Sehirlidir. Yox, baba, xahiş edirik, söyleyin. Yox, yox, bu böyük bir sirridir. Biz onu heç kimə demərik. Pioner sözü veririk. Hə, pioner sözü, elə isə razıyam fındıq boru. Qulaq asın. Əsrimizdən çox uzaq zamanlarda bu xalatı Hindistandan məşhur cadugar Bıkarata gətirmiş. Bu adı eşitmişsiniz? Yox. O böyük cadugar 1000 kilometr uzaqdan görüb eşidirmiş. Axı bu nə cür ola bilər? O zaman nə telefon, nə də televizor vardı. Doğrudan ha, o bunu necə bacarırmış? Dayan. Axı Bıkarata cadugardır, bu isə az şey deyil. Hə, başa düşürəm. Siz mənim fikrimi azdırmaq istəyirsiniz? Yox, qoca olsa da zehrini o qədər itirməyib ki, siz onu yersiz suallarınızla çaşdıra biləsiniz. Baxız, xalatın yaşıl üzündə gümüş balıq, qırmızı üzündə isə qızıl balıq var. Sehirli qüvvə də elə bu balıqlardadır. Əgər xalatın yaşıl üzünü geyib, bu tilsimi oxusanız, Ayravana Chandrika, Chitrakuta İşvara. Xalat sizi o saat keçmiş zamana aparar. Sonra isə tilsimi tərsinə oxuyan kimi, xalat sizi dərhal yenə də zamanamıza qaytarar. Bəs xalatın o biri üzündəki qızıl balıq nə üçündür? Gələcəyə getmək üçün. Əgər xalatın qızıl balıqlı qırmızı üzünü geyib, bu tilsimli sözləri desəm, Amaravati Chandrika, Kintamani İşvara. Xalat səni gələcəyə aparar. Necə maraqlıdır. Gələcəkdən qayıtmaq üçünsə, haman bu tilsimi də tərsinə oxumaq lazımdır. Elə şey ola bilməz, Yöküyo baba. Siz bizə nağıl danışırsınız. Hə, nağıl deyirsən, al özün yoxla. Pioner və sehirli xalat. Axı bu lap gülməlidir. Gülməlidir. Bəlkə sən qorxursan, ha? Gizlətmə. Yox, mən qorxmuram. Elə isə al, gey. Xalatın içində o itib batar. Ay, qocalıq yaman şeydir. Yadımdan çıxdı deyim ki, siyahətə getmək üçün bu sehirli xalatı kim geysə, xalat eyninə münasib gələr. O deməli ölsüz. Görünür elədir. İndi sən sehirli xalatda səyahətə getmək üçün hər şeyi bilirsən. Amma unutma ki, sehirli xalat adamı keçmişə və ya gələcəyə yalnız bir dəfə aparıb gətirə bilər. Yox, bu xalatın üstündə lap 100 dənə balıq olsa da, adamı o keçmişə və gələcəyə apara bilməz. Boş sözdür, indi sübut elərəm. Öyle bilir ki biz balaca uşağıq. Lap sənin əynimə tikilib ki. Baxın. Ayravana Chandrika, Chitrakuta İşvara. Hürmetli xan həzrətləri, Xan? 1000 fərsəx yol keçib, Yoxsa mən doğrudan da... hüzurinizdə baş əymiş, uzaq ölkədən gələn tacirlər, xan həzrətlərinə mərhəmət istəyirlər. Qulaq asıram, mərhəmətli xan, uzaq Xarəzmdən karvanla gələn tacirlər, Yel kimi çapıq, dəvə kimi yorulmaq bilməyən, ceylan kimi gözəl, səmən dadı, həşəmətli xanla qəbul etməyi xahiş edirlər. Belə xahişi həmişə yerinə yetirməyə hazıram. Ata baxmaq istəyirəm. Buyurun. Əla! Tacirlərə bütün bazarlarınızda alver etməyə izin verirəm. Kudretli Xan Həzrətləri! Kudretli Xan Həzrətləri! Göyün 7-ci qatında müştəri
Keyvan, Mürrix, Uteride ve Nahid ulduzları taht-ı saltanat için tehlikeli vaziyette asılıp kalmışlar. Kül benim başıma, dilim söz tutmu. Mənə qarşı təhlükə var. Elədir hökmüdar. Ulduzlar göydə dəhşətli hadiseler gösterir. Ölüm, ölüm hadisesi. Bəsdir! Telaş etme han. Bak Süleyman peygamberden kalmış bir tilsimde 777 efsun yazır. Bunlar büyük hükmüdarı, bütün belalardan hifzeder. Düşmanlarını ise taun, veba ve ishal hastalıklarından müptela ederler. Bu barədə baş vəzirin fikri nədir? Qudretli xan sağ olsun. Mən fikir dəryasına qərq olub düşünürdüm ki, xan həzrətlərinin düşməninin əli ilə atılan ox, sarayın divarını aşıb, pəncərədən içəri girib, xanın oturduğu yerə sancılsa, bu balacalıqda tilsim, bu boyda oxun qabağını necə saxlaya bilər? Böyük hökmüdar, vəfalı nökərləri, getir, ağlar, qoy baxsın, əmr et, kim cəsarət edib saraya yaxınlaşsa, dərhal başını kəssinlər, onda təxt-i səltənətin heç bir təhlükəyə düşər olmaz. Sərdar! Deyilənlərə əməl et. Boş! Ardımca! Yaxşı məsləhətinə görə ən am alacaqsan. Tacirlər gedə bilərlər. Böyük hökmüdar, sən öz keyfini pozma, bir nəfər düşməni azad bırakmaqdansa, 1000 nəfər təqsirsiz adamın başını kəsdirmək heç də günah deyil. Keç içeri yaramaz koca! Bırakın bizi, bizim hiçbir günahımız yoktur. Bırak bizi, bırak! Bizi hara aparırsın? Bırak! Babacan, baba! Babacan! Budur eşidilmez cinayetlere cesaret eden kabarmış kul! Cinayətlərini sayın. Ədalətli xan əvvəla o saray bağçasına girib. İkinci o muldar nəfəsiyle baxşanın havasını zərriyib. Üçüncü o çiftli çarıqlarıyla saray bağçasının torbağını tapdalayıb. Dördüncü... Kifayətdir. Sən nə məqsədlə mənim sarayıma yaxınlaşırdın? Ədalətli xan, 50 ildir ki mən bu yolla hər gün sarayın yanından keçib işə gedirəm. İndiyə kimi mənə deyən olmayıb ki, buradan keçmək olmaz. Ha, deməli sən boynumu alırsan ki, saraya qəsdən yaxınlaşırdın. Mən saraya yaxınlaşmırdım xan, yanından keçirdim. Sus! Özünü axmaqlığa qoyma! Yanından keçmək, yaxınlaşmaq ikisi de birdir. Əgər təqsirin olmasaydı, gözətçilərim səni tutmazdı. Bu böhtandır xan, mənim heç bir günahım yoxdur. Eşidirsiniz? Bu hayasız qoca yalandan deyir ki, mənim heç bir günahım yoxdur. Yok, babam yalan demir, o düz deyir. Bak bunlar yalan deyirlər. Kes sesini! Yalancı kocanı atın zindana! Amandır xan, axı mənim günahım yoxdur. Nəvələrimə yazığın gəlsin. Arxayın ol, nəvələrinin qayğısına qalan tapılar. Xəzinədar, üçündə qul edib aparsan. Xan, adamın vicdani olmalıdır. Sən xana dərk öyrədirsən? Cəllat, kes dilini! Zülm etmək, şər atmaq murdar sifətlərdir. Üçündə atın bələklər parçalasın! Lənətə gələsən! Dalım xan səni cinlərin qədər... Bu qocanın qarqışıdır! Senin ne ihtiyarın var? Cemaat! Bu ulduzların gösterdiği beladır! Sen elə bilirsən zülmünün qabağını alan tapılmaz? Donuzun biri donuz! Nə? Donuz? Korkmayın! Baba, bundan sonra siz azadsınız! Korkmayın uşaqlar, indi heç kəs sizə toxunmağa cürət etməz! Ey mərhəmətli cin! Vaxt seyir! Ey göydən gələn mələk! Baba, səhv edirsən, mən oğlanam, piyanerəm! Ey oğlan piyaner! Sən bizi ölümdən xilas etdin. Əgər sən bəni Adəmsən, adını de ki, biz həmişə sənin üçün Allaha dua edək. Lazım deyil Hə. baba, gedək sizi yola salın! Hə, gedək.